Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi Paşa Sığorta ASC olub. Yenavaz.com xəbər verir ki, Paşa Sığorta ASC Mərkəzi Bankın əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək. Mərkəzi Bank ümumilikdə 976 əməkdaşın, həmçinin bu əməkdaşların 673 nəfər ailə üzvünün tibbi sığorta xidməti üçün Paşa Sığortaya 870.938 manat ödəyəcək. Qeyd edək ki, 657 əməkdaş üçün standart paket, 19 əməkdaş üçün isə VIP paket nəzərdə tutulur. Bundan başqa əməkdaşların ailə üzvləri üçün nəzərdə tutulan paketin 654-ü standart, 19-u isə VIP paket olacaq. Məlumat üçün bildirək ki, Mərkəzi Bank əməkdaşlarının tibbi sığortası zamanı 19 nəfərlik VIP paketlərin kimlər üçün nəzərdə tutulduğunu açıqlamayıb. Lakin xatırladaq ki, hazırda Mərkəzi Bankın rəhbərliyində 21 nəfər şəxs təmsil olunur. Bunlara Mərkəzi Bankın sədri və onun 5 müavini ilə 6 müşaviri, həmçinin 9 baş direktor daxildir. Onu da xatırladaq ki, ötən il Mərkəzi Bankın ümumilikdə 901 əməkdaşının, həmçinin bu əməkdaşların 648 nəfər ailə üzvünün tibbi sığorta xidməti üçün Paşa Sığortaya 818.096 manat ödənilib.